TNT var. Veteran 91 balaca ərazini yazın. Veteran 91 balaca ərazini. Değil? Ne cümle muhabbet? Keçin, o başları ve keçin. Keçin, kendine yaşın göre. Burayla. Aşağıya doğru sıra koşuyoruz. Sen de işin olur. Ya Allah başına göre. Sağ ol, her vaxtınız xeyir olsun. Efendim buna bakalım. Hoş gördük sizləri. Tamam. Təşəkkür edirik ki, bugün öz vaxtınızdan istifadə edib, sərf edib, bizim tədbirə gəlmişsiniz. Tədbirimizin məqsədi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstək Agentliyi tərəfindən maliyyələşdirilir. Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım təşkili layihəsinin icrası ilə bağlıdır bu tədbirimiz. Tədbirimizin əsas məqsədi bugün hüquqi problemlər olan, hüquqi məsələlərlə maraqlanan müharibə iştirakçılarına vəkillər vasitəsilə hüquqi yardım məsləhətləri verməkdir. Hüquqi yardımın, belə deyək də, dairəsi burada olacaq bizdə. Əgər kim istəsə, onlar üçün müəyyən müvafiq orqanlara, şikayət ərizələri, müraciətlər, tutaq ki, yerli icra hakimiyyət orqanlarına, mərkəzi icra hakimiyyət orqanlarına müraciətlər yazıla bilər. Məhkəmələrə, əgər kiminsə məhkəmə işi varsa, iddia ərizəsi yazıla bilər, ancaq məhkəmədə müdafiəsi bizim çatdıra bilmirik, çünki layihəmiz artıq bugün bitir. Yəni, məhkəmə prosesi bildiyi kimi uzun çəkdiyinə görə məhkəmə prosesi, həm də layihəmizdə də görülən işlərdə o nəzərdə tutulur. Sizin problemləriniz deyəndə, burada hər hansı bir tədbiri, problemi səsləndirə bilərsiniz. Tutaq ki, əmək, sosial, iqtisadi, cinayət, mülkiyyət, ailə münasibətlərlə bağlı, mülki və digər problemlərlə bağlı öz sizin maraqlandıran sualları verə bilərsiniz. Sizin suallarınızı Union Vəkil Bürosunun vəkilləri Orxan Abbasov, Rauf Əzimov cavablandıracaq. Rauf Əzimov da Səbahi və Veteran Təşkilatının üzvüdür, vəkildir, mediası təşkilatının rəisidir. Düzdür, Rauf? Müharibə veteranı. Bu qədər mən deyim. Bir də həmən onu qeyd edeyim ki, onsuz da belə deyək də giriş sözü mən deyim ki, hökumət bu şəhid ailələri, müharibə iştirakçılarına, veteranlar üçün qanunla, əsasnamələrlə müəyyən güzəştlər, imtiyazlar qəbul edib, yəni onlara şamil edilməsi üçün qəbul edib. Ancaq elə məsələlər var ki, insanların ondan xəbəri yoxdur və yaxud həmin onlara təqdim edən imtiyazları almaqda çətinlik çəkirlər. Yəni onların alınması üçün yolları bilmirlər. Məsələn, bizim praktikamızda oldu ki, müxtəlif rayonlarda biz bu axırıncı tədbirimizi 6 rayonda, 5 rayonda tədbir eləmişik, bu axırıncı tədbirimiz. Praktikamızda belə olurdu ki, insanlar gedirlər, tutaq ki, hər hansı bir dövlət orqanına müraciət edirlər şifahi və onlara şifahi, tutaq ki, imtina cavabı verilir, əllərində heç bir sənəd olmadıqlarına görə bizə də belə, biz olmaya çıxartaq digər vəkillərə də müraciət edə bilmirlər. Məsələn, bu kontekstin, yəni, Dövlət Agentliyi ilə bildiyinə görə ki, vəkillər hüquqi yardıma cəmaata ehtiyac var, bu mövzunu müsabiqəyə çıxartmışdır. Yəni, bu
yəni dediyim, o hökumətin qəbul elədiyi qərarlara baxmayaraq, yəni agentlik o da dövlət agentliyidir. Hesab edir ki, müəyyən imtiyazlar əlçatan deyil. Əlçatan o mənada ki, bəzi adamlara əlçatan deyil. Yəni, müharibə işləsələr o imtiyazlardan istifadə edə bilmir. Bu məqsədlə bizim tədbirimiz layihəmizə yazılıb. Yəni deyir, biz artıq 5 rayonda müəyyən tədbirlər edilmişik. Bugün də sonuncu tədbirimizdir. Çox sağ olun, Sabahı Veteranlar Birliyinə də təşəkkür edirik ki, bizim üçün bu şəraiti yaradıblar burada, bu zalı təqdim ediblər və özədə vətəndaşlarla burada. Və indi necə deyək, kim nəsə bax, belə deyək, hansı problemi varsa, birinci ondan başlayaq. Tanışmıq haqqında müraciət edeyim və eləmişəm. Cumayeva Ruxsara Bayraməli qızı, yeganə Azərbaycan xanımıdır ki, bir ayağı şikəst olaraq könüllü 1-ci Qarabağ müharibəsində iştirak edib tibb bacısı kimi 1991-ci, 94-cü illərdə 836-cı 708 hərbi hissələrində xidmət edib. Döyüş yolları, Ağdam, Murov dağları, Ağdərə, Canyanaq, Gülyanaq və s. Müharibədə hər iki ayaqdan qəlpə yaraları olub. Hər iki ayaqda 2 dəfə, üzr istəyirəm, hər iki ayaqda 7 dəfə əməliyyat olunub. Hazırda 1-ci qrup ümumi əlildir və müharibə veteranıdır. 9 medalı var, onun haqqında kitabda yazılır. 2020-ci ildə Laçın Xankəndi yollarını fəallar aksiyası keçiriləndə ona baxmayaraq ki, bu adamın 2 ayağı, ikisi də şikəstdir, Ruxsara xanım öz əlil arabasında iştirak edərək cavanlara kömək və dəstək olur. Güllə ayaq sümüyünü qırmadığına görə Ruxsara xanıma hərbi əlillik, yəni qazılıq vermədilər. Üstəlik 2023-cü ildə əlillik arabasında gedərkən onun arxadan maşın vurdu və bel sütununu çatladı. Bu qəhrəman xanım bu il 60 yaşı tamam oldu. Canlara deyən qızı var, çox qabiliyyətli, ali təhsilli, ananın necə deyərlər, sağ əli. O qız olmasa, o kadın indi yaşamaz. Çünki çox çetindir vəziyyəti. Bu şikəst 60 yaşlı veteranımız və qızı ümumi sahəsi cəmi 9 kvadrat metr yarı padval nəm mənzildə yaşayır. Ruxsara xanıma həkimlər deyiblər ki və tələb edirlər ondan ki, ortopedik yataqda yatmalıdır. Lakin yer azlığından qızla ana yatırlar bir yerdə divanda. Vaxtaşırı mənzili su da basır. Nəsimi rayon icra hakimiyyətində Ruxsara xanım ümumi ev siyasında 139-cudur. Ona baxmayaraq ki, müharibə veteranıdır və 1-ci qrup əlilidir. Yəni, ölkədə mümkün deyil sağlamlığını bizə bəxş edən 60 yaşında veteran tek əllə evladını böyüdən şikəst ana neft ölkəsində mümkündürmü ona heç olmasa qanuni bir otaqlı mənzil verməyə? Qazı olmadığına görə onu ümumi siyahıya qoydular. Amma qazı olsaydı onun deməli siyahıdan kənar mümkün idi ev məsələsini həll etməyə. Mən başa düşürəm ki, qanunla
Qazı olmadığına görə o ümumi siyahıda olmalıdır. Amma elə bir vəziyyət olur ki, biz qanuni səviyyədə bu problemi həll edə bilərik. Mənə elə gəlir ki, bu xanımın ixtiyarı da çatır. Nə qədər ki, mən çox üzr istəyirəm, Allahdan başqa heç kəs bilmir ki, nə qədər yaşayacaq. Amma mən nə istəyirəm ki, nə qədər sağdır. Ona görə ki, onun ayaqları indi elə bir vəziyyətdədir ki, qanqrena ola bilər. Və qazı olmadığına görə ona heç bir sanatoriyaya göndərmirlər, ümumi sırayla. Da öləndən sonra kimə nə lazımdır? Nə etmək olar? Mən əsas ev məsələsinə görə bura gəlmişim. Mümkündürmü? Ama muharebe veteranı onun Bəli, kitapçısı var. kitabçası da var, medalları da var, hər şey. Nə sənəd lazımdır, biz getirərik, göstərərik. Harda səndədir, Nəsimdə? Nəsimə də. Siyahıya alıblar xanım. Siyahı alıblar. 139-cu. 15 ildən sonra Allah. Ölmüş şeyin yoncaqda. Mən çox istəyirəm, adalar sözü. Bir də mən belə deyim, o əgər siz deyirsiniz müharibə veteranıdırsa, həm də 50'liyi də varsa ona Ümumi ədəbi. Bir var qazi, bir var ümumi ədəbi. onsuz da mənzil növbəsində 50'lər üçün ayrıcadır. O ola bilməz ki, onun siyahıda olsun. Bunda hər şey 50'lər üçün ayrıca olur yani. Siyahı. yoxlayır. Hətta yəni orada Sen haradasın? onlar həm ümumi siyahıda olur, həm də ayrıca xüsusi siyahıda olur. Onun qotlu siyahı var ya. Güzəşli siyahılar olur. Güzəşli, axı yenə də bu adam Ola bilsin ki, qotlu 139'dur. Qazinin bərpa eləsinlər. veterandır. Yəni nə qədər ki sağdır, ona heç olmasa bir otaqlı mənzil mümkün deyilmi? Valla babam belə deyir də, bu mənzil növbəsi icra hakimiyyətlərinə verilmiş səlahiyyətdir. Alırlar siyahıya və mənzil növbəsinə. Yəni, siz deyirsiniz, səsləndirdiyiniz məsələlər biz də qəbul edirik. Amma bunun hüquqi həll yolu elə ondan ibarətdir ki, hansı ki, həmin prosedurlara riayət olunub və bu adamın mənzil növbəsini alıblar. Və sizin də bildiyiniz kimi, bizim də burada görüşənlər hamısı müharibə iştirakçılardır, müharibədə iştirak eləmiş, əlilliyi olan da var, olmayan da var. Hamısını icra hakimiyyəti növbəyə alır. Bu əgər belə deyək də 100 neçənci adam deyilir. Yəni 100 neçənci adama kimi, yəni bundan qabaqçı da qeydə alınanlar hər bir halda müharibə iştirakçısıdır. Yox, yox, orada ümumi siyahıdır. Ümumi siyahı da olsa, bu yəni əsassız yerə qeydə alınanlar deyil də. Yəqin ki, yox, dəqiq bu belədir ki, bu siyahı alanların hamısı əsaslı yerə, hərənin bir qanunun tələbinə uyğun olaraq bir əsası səbəbi var ki, siyahıya alınıb və növbəllik çərçivəsində də sizin adını səsləndirdiyiniz xanım 100 neçənci növbədədir. Yəni, güzəşt belə deyək də, indi siz deyirsiniz qazili, yoxdur qazili olsa, yəqin əlilliyini nəzərdə tutursunuz ki, hansı qrup müharibə ilə əlaqədar əlilliyi olsa, növbədən kənar verilə bilər falan. Belə bir sual çıxır ki, əlilliyi ilə bağlı, müharibə ilə əlaqədar əlilliyi ilə bağlı müraciəti olubmu xanımın? Yoxsa olmuyor belə ümumi əlilliyi var, bununla bitib məsələ. Bir neçə şey satılaq. Dəfələrlə getmişik onunla bir yerdə, bir dənə cavab olub ki, sümük sağ. Yox, deməklə yox da, bilirsiniz ki, Tibbi Eksperti Komissiyası sənət verir adama. Ki, bu adama hansı əlillik qrupası, yəni qrupa da bir faizlə. Birinci, ümumi... Başa düşün, amma müharibədə olmağı ilə bağlı bunu niyə verirlər, yəni əgər bu müharibədə olursa? Çünki... O yaraları muharebede alıp, Bəli, bir ayağı şikəst idi, amma ikinci ayağı vurulanda
onun sümüyü çatlasaydı... Bu şey müharibədə yaralanıb. Bəli, Prosta sümüyü sağ olduğuna göre gazilik verir. bəli. Birinci qrup Sümük yaralandı, 50 yaralanmadı, əlini verirlər. O sümük yaralandı. Birinci qrup 50 maşın vurmamışlar da vermişlər. Bəli, bəli. Sen Sahil Babayev elədi hamısı. Necə? Sahil Babayev hamısını elədi. Yox, yəni hər bir halda belə deyək də biz o hüquqi məsələ ilə bağlı kənar məsələlərə biz qiymət verə bilirik. Hüquqi məsələlərlə bağlı o 50 əldə olunması ilə bağlı belə deyək də müraciət olunmalıdır. İndi hamısı elektrondur. Elektron qaydada müraciət olunur. İndi o Sosial Müdafiə Nazirliyinin tabeliyində də Tibbi Sosial Reabilitasiya Agentliyi var. Onlar rəsmi imtina verməlidirlər ki, rəsmi imtinanın səbəbi nədir? Yəni belə deyək də, indi siz bir nəfərdir, amma bir sıra vətəndaşlar var ki, müharibə iştirakçıları var ki, imtina olunur, sonra məhkəmə qaydasında, məhkəmə müstəvisində təmin olunmuş şikayətləri və sonradan da müharibə ilə əlaqədar əlillikləri tanınıb, məhkəmə qərarı da icra olunub dövlət orqanları tərəfindən. İndi yəni bununla bağlı belə deyək də, biz müraciət edirik, dövlət orqanı baxır bizim müraciətə, ya bunu təmin edir, ya imtina edir. Təmin elədi, lap yaxşı. İmtina elədi, elə gəldi, oturduğu evdə ki, getdim dövlət orqanına müraciət edir, imtina elədi, sonra. Ondan iş bitməməlidir də. Yəni, əgər onun imtinası, indi bugünkü gün dediklərinizdən mən belə başa düşürəm, yəqin digər yoldaşlar da belə başa düşürüm ki, siz dediyinizə uyğun olaraq buna verilən imtina əsassızdır. Yox. Onlarda belədir. Arifə xanım. Yox. Mən də sözümü kəsməyim nəzərimdə. Onu demirəm. Növbə ilə bağlı demirəm. Növbəni bilmirəm. Növbəni biraz qısaltsın da. Yox, növbəni demirəm. Əlilliklə bağlı. Sümüyü sağdır, Bununla sümüyü sağdır məsələsi deyil. Bu yəni sözdə olan məsələ deyil. Onunla bağlı Nazirlər Kabinetinin qərarı var, siyahısı var, hamısı kodlarlandır. O kodlarla yazıb rəsmi imtina verilir. İmtina verilir. Bu gün sizin, belə deyək də, itirəcəyiniz nə idi? 50-likdir, müraciət eləmişsiniz, vermədilər. Bunu onsuz da vermədilər də, gəldiniz, oturdunuz, indi orada yazmışsınız, amma oturdunuz, yəni vermədilər 50. Bir var ki, bundan sonraki mərhələ nədir? İndi belə deyək də, kimin arasında hər hansı bir fərqi yoxdur, mübahisə olanda bunun axır yeri haradır? Məhkəmədir. Məhkəməyə müraciət edib, məhkəmə müstəhisində buna nail olmaq olar. O ki, qaldı mənzil növbəsində, yaxşı, belə ədalətlə, humanistliyi ilə baxanda bundan qabaqçının da bizim bilmədiyimiz və qabaqçıların da bizim bilmədiyimiz, bizə məlum olmayan o qədər dəhşətli problemlər ola bilər ki, bəlkə biz deyərik ki, yox, elə o qalsın öz növbəsində. Yəni, bunun növbəsini qabağa çəkmək, hər bir halda bu icra hakimiyyəti də şəxsi mülahizəsinə əsasən bu siyahını formalaşdırmır ki, bunun növbəsi bu olsun, bunun növbəsi bu olsun. Böyük ehtimal ki, qanunvericilər uyğun təlimatlara, uyğun əsasnamələrə, uyğun növbəlik tənzimlənir və hər hansı növbəsinə uyğun növbəsi çatanda verilir. Məhkəməyə pul lazımdır. Bu adamın baxın, dövlət orqanının verdiyi qərardan inzibati məhkəməyə şikayət verilir. İnzibati məhkəməyə də şikayət verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmur. Və qanunvericilik də deyir ki, inzibati məhkəmələrin üzərinə öhdəlik qoyur ki, vətəndaşa yardım elər. Pulu yoxdur, lap yaxşı. Heç kim ondan pul istəmir. Dövlət ondan məhkəməyə verilməsi üçün mülki işdə kiminsə mənə borcu olar. Həmin alanı məhkəməyə vermək üçün dövlət büdcəsinə rüsum ödəməliyəm. Amma inzibati işdə dövlət orqanının bir qərarından mən narazıyamsa, mənə əlillik verilmirsə, mən inzibati məhkəməyə müraciət edirəm. Dövlət də deyir ki, əgər mənim orqanım sənin hüququnu pozursa, müraciət edir məhkəməyə, mən bunun qarşılığında səndən pul istəmirəm. Və bir dənə A4 kağızdır. Dediklərinizi bir əvvələ görünürdü ki, yazıdan oxumuşsunuz. Həmin o yazıları da, xahiş etdiyimi də məhkəməyə yazsaz, məhkəmə sizi çağıracaq, tərəfi ərizəsini çağıracaq, kömək eləməyə, yardım eləmək vəzifəsidir, borcudur məhkəmənin. Və sizi çağırıb istiqamət verəcək ki, bunu belə yaz, bunu belə yaz. O istiqamətə uyğun, maşallah, indi siz özünüz də savadlı xanıma oxşursuz, yəni oxumuşuzdan, həmin adamın cəfası naminə belə deyək də ürək yandırırsınızsa, onun bir dənə düzəliş və fərqi yoxdur. İndi
biz bura gəlirik, bundan sonra da hər hansı bir biz də köməklik edə bilərik. Hər bir halda pul yoxdur deyib, belə deyək də, dövlət məhkəməyə müraciət etmək üçün o əsas deyil. Əgər hüququnun bərpasını istəyirsə, niyyəti varsa, müraciət edib qeydə alınıb, məhkəmə müstəvisində də qaldıra bilər, iddia qaldıra bilər. Məhkəmə rüsumu yoxdur, amma pulsuz vəkildə. Onu da eləyə bilər, bəli. Dövlət hesabına, bugün əvvəl elə idi ki, ancaq cinayət işlərində dövlət hesabına vəkillə təmin olunurdu. Amma indi mülki işlərdə də dövlət hesabına vəkillə təmin oluna bilər. Və ona görə də əgər az təminatlı ailə, onun da şərtləri var. Az təminatlı ailə, işsiz kimi qeydiyyatdadır. Kim qrup əlildir, ona ayrılır. Bəli, o birinci qrup əlildir elə, səhv eləmirəmsə, nəzərdə tutulur. Müraciət eləsin, dövlət hesabına vəkil də təyin oluna bilər. Yəni, bunun prosedur qaydaları budur. Təyin olunsun, vəkil yazsın ərizəsini, bir dənə etibarnamə verəcək, müdafiə də eləyəcək onu məhkəmədə. Yəni, bunun prosedurları var. Pul yoxdur, oturun mən bunun dalıcı düşməyim, o yəni çıxış yolu, həll yolu deyil. Bunun dalıcı düşməyim. Bir neçə vaxtından qabaq, hardasa 2 ildən qabaq, 2-3 ildən qabaq 2 dəfə getdik komissiya, əlillik komissiyası ki, yoxlasınlar və 6-cı mikrolarında olan deyirsiniz, siz hansı komissiyaya getirsiniz? Reabilitasiya agentliyi var. Başqa yerə getmişsinizsə, deməli düz getməmişsiniz. Deyəsən 6-cı mikrolarında, yadımda deyildim, getmişdik. Orada bizə cavab verdilər ki, bunu sünniyi, salamət. Yazılı verdilər onu sizə. Onu mən öyrənərəm. Bu vacib olan oldu da, yəni. Dillə dedilər ki, biz düzgün deyil, ona görə ki, sümük yaralanır. Yalnız əzələ. 2 dəfə gedəndən sonra da Zaten dövlət orqanı deyir ki, bu əsasla ona düşmür. 5 dəfə deyib etsəz, həmin şeyə deyəcəklər. Bugün qanunvericilik deyir ki, dövlət orqanının hərəkətindən, qərarından narazısan. Məhkəməyə müraciətlər, məhkəmə qaydasından mübahisələndir, iddia qaldır və qanunvericiliyin tələbinə uyğun da məhkəmə qərar versin. Bəlkə, yəni o qədər olub ki, təcrübədə məhkəmə, dövlət orqanı qanunun tələbini düz tətbiq eləmir. Amma məhkəmə buna qiymət verəcək. 3 instansiya məhkəməmiz var, 1-ci instansiya, apellyasiya, ali məhkəmə. Bütün mərhələlərdən keçmək imkanınız var. Şikayət vermə hüququnuz var. Tutaq ki, birinci də laf tutaq ki, sizin ziyanınıza verdi. Apellyasiya şikayət vermə hüququnuz var, kassasiya şikayət vermə hüququnuz var. Qanunvericilik hüquq verib. Sadəcə olaraq o hüquqdan istifadə eləmək lazımdır. Hesab edirəm ki, o hüquqdan istifadə eləməyin qaydasını da sizə izah elədi. İnşallah ki, köməyi dəyər. Ona Nəsimi rayon veteranlar təşkilatına yaxınlaşın, onlar da kömək eləsinlər. Nəsimi rayon veteranlar təşkilatı, o da qeydiyyatda orada. Ay sağ olun, Allah sizi qorusun, yaxşı ki. Elmar müəllim də orada. Hə, Elmar müəllim, yaxınlaşın, gözəl insandır. O da biraz təkan versin, yol göstərsin, məhkəməyə müraciət edir, lap əla olur. İndi icazə verir, biz də bir sual verək. Mən bir şey deyim ondan bağlı. O Bakı İnzibati Məhkəməsinə yəqin ki oldu. Bakı İnzibati Məhkəməsinə müraciət o öz yerində, amma mən belə başa düşdüm ki, xanımda əsas prioritet mənzillə bağlıdır. Yəni bir yerdə onun əlilliyi ilə bağlı, daha doğrusu müharibə qədər əlillə bağlı deyil. Yəni ora müraciət edeyim eləməni, amma onu bilin ki, o ən azı 1 il çəkəcək. Yəni burada da mənzil növbəsini istəyirsinizsə, mən hesab edirəm ki, siz daha çox administrasiya, prezident administrasiyasına, vitse-prezidentlər, yəni mütəmadi məktublar yazın, mütəmadi məktublar, amma bir dəfə yazmaqdan yox. Belə deyim, eyni məktubu evi yox. Bir 3 dəfə, 5 dəfə çıxardın, hər həftə göndərir. Yəni, bir dəfə müraciətdən yox. Çünki indi hal-hazırda siz getdiniz, aldınız, Bakı İnzibati Məhkəməsinə müraciət elədiniz, iddianız təmin olundu. Yəni, yenə bu 1 il çəkəcək, ondan sonra təzə yenə mənzillə bağlı, yəni bu uzun müddət vaxt sürəcək. Ona görə Prezidentə yazmışıq dəfələrlə. Prezident göndərir ki, icra olunsun, yəni necə?
qanuni yolla nə yox. Göndərirlər nazirliyə. Bu dəfə vitse-prezidenti yazdı, Mehman xanım. Yox, xanıma yazdım, qəbula gedim, bax, ayda 2 dəfə prezidentin köməkçiləri bu Nərmanovda, bu Sağlasan Hürmətin yanında, artıq gedib dəyişiblər, prezidentin qəbul şöbəsi var. Orada gedim mütəmadi, yəni dedim, Azərbaycan sayağı deyək, hər şey hüquqi çərçivəsi yox, biraz belə deyim, fərdi yanaşılıb, qabağa salmaq istəyir, fərdi yanaşılmalı oradan. Ona görə mütəmadi dediyim kimi, yəni qəbullara getmək, elə ki, administrasiyadan o icra hakimiyyətinə biraz, belə deyim, günvari təsir olsun belə, yaxşı Düz yəni. deyirsiz, üzr istəyirəm bir haşiyə çıxar. Bu əgər indi qazi kimi növbə dursaydı, qazi əlində olsaydı, ona əmək nazirliyin növbəsi ayrıca olacaqdı, yoxsa? Çoxdan ev vermişlər onlara. Çoxdan verəcək. Ona ev Yəqin ki, vermişlər. amma daha qabağa düşmə ehtimalı var idi. Amma yəni indi o mərhələni keçib də, indi yəni demək istəyirəm ki, Ev vermir, sosialdan ev vermir. siyahıdakı O ümumi siyahadır, icra hakimiyyəti, o başqa siyahadır. rayon ərazi Sonra üzrə qeyd getirilən etdik. kimi Hər rayon öz siyasını toparlayır verirlər. Biz bir haşiyə çıxın, bizim idarədə mənzil növbəsi vardı, bir heybət evdə. Birdən baxırdı 50-ci adama ev verirlər. Biz də Həmid müəllimlə ikimiz mənzil komissiyasını izləyirik. Dava salırdı ki, bunlar növbəsi verirsən. Deyir, bu bütün gün gəlib bizim mazimizi xarab edir. Hər gün Azərbaycan sayağı budur. Hər gün getmək lazımdır xanım. Bax o Nəsimi rayon məhkəməsinə dediğiniz, ondan verir, həqiqətən verir. Şimdi icazə verin, mən sizə bir sual verim. Başını çıxıb sizə öyrənərdim, məsələt verəcək. Əmək pensiyaları 65-dir zaten. Güzəştli pensiyalar zərərli işlə bağlı 60-dır. İndi bizim veteranlar var, güzəştli pensiyana. Qanunda nəzərdə tutulur bu, biz 6 ay, 1 il qabaq çıxmaq. Elə bir qanun var mı? Bu müharibə veteranlarının Zərərli deyirlər, sadəcə Məsələn, adi üzrə mən deyək ki, mən neftə işləyirəm. Müharibə iştirakçısıyam. Məsələn, adi vətəndaş da orada 60 yaşında çıxır pensiyaya. Mən 60 yaşındayım. Əvvəl 57 idi, Sovetin zərərli işlə bağlı. İndi mən də çıxıram 60 yaş. Yəni mən bu müharibə veteranı kimi yox. İndi biz Ümumi əsaslarla 5 il müharibədə olub, 6 il müharibədə olub. Qanunda yəni elə bir güzəşt tutulur bu bizim üçün, müharibə veteranları üçün. Güzəştli Ümumi əsaslarla yoxsa zərərlidə? zərərlidə və o birisində hər iki halda. Müharibə iştirakçılarla bağlı əmək müqaviləsi üzrə güzəştlər ancaq gəlir vergisindən azad olma hissəsi 400 manat hissəsində. Başqa yox. Əmək pensiyası ilə bağlı güzəştlər yoxdur. Öyle o məzuniyyətlə bağlıdır ki, 46 gün müddətində. 2 həftə artıq verirlər. O əmək pensiyası ilə bağlı hər Bunun üçün gərək milli məclisə bir müraciət edək. qanuna görə əlavə olunsun. Qanuna əlavə olsun ki, sonuçta gələcəkdə bu cavanlar var, 40 gün var, onlar da nə varsa pensiya çıxacaqlar. Biz elə indidən çalışaq ki, onlar əziyyət çəkməsin. Hə, oradan. Ular mən, Buyurun. bax bu xanım çox sağ olsun, bax o Əlim xanımın qohumu da gördü, elə görmür. Sağ olsun, sinəsini verib bilərik. Bu Bakıxanovun nəvəsidir, bilirsən Bakıxanov. Babası kimi, mən sizə çox minnətdarım. Siz də gözəl bir iş olar ki, bax bu xanımı çağırırsınız, harada oturur sonra, bu yol göstərəsiniz, xanım da hərəkət edir. Bax burada hamının problemli adamlardır, heç nə demirik. Bax bunun köməkli eləsə problem nədir? Bizim veteran bacımızdır. Bəli, bu bizim bacımız. Görün kimin nəvəsidir öz. Bir problem yoxdur. Növbə O məsələsi məlumatları deyil, əsas- versin, biz Bəli. administrasiya, Ay, sağ ol. vitse-prezidentlər, yəni o məhdud nümunələr Qəbul edin, göstəriş verin, Hazırlıq eləyərsiniz. Müraciət eləyərsiniz. müraciət edin qardaşlarımıza. Allah sizdən razı olsun. Sağ ol. Yəni onu həll eləsəniz, elə bir onlar burada Təsəvvür bizim problemlərimizi həll edin. Gözəl şey. Yox, burada Məktub. problemlərin... Yox, yox, məktub yazma məsələsini deyirəm. Yox, Məsləhəti, Bəlkə sizin əliniz yüzünü olasınız, yazanda işlər düzələcək. yəni başqa sizə maraqlandıran məsələlərlə bağlı sual verə bilərsiniz. Yəni bu yaxda mən aslında dedim ki, istənilən mövzular, yəni hüquqi məsləhət almaq üçün müraciət edə bilərsiniz. Yəni sırf müharibə ilə əlaqəli olmasa, başqa şəxsi problemlərinizlə bağlı, ölkəyə... Müharibə ilə əlaqədar misal üçün mən müraciət edə bilərəm ki, mən 8 il bir zabit kimi, mən rütbə mayor, müharibədə tabur komandiri vəzifəsində qədər işləmişəm. Özüm çalışmışım deyə, xidmət eləmişəm. Hə, 26 qəlpə bir güllə yasalmışım. Görürsünüz, qolum, başım. Mənim 50-liyimi ləğv ediblər.
Hasan, Neçənci qrup idi? 2. 21-də Bəli. Neçə il Tamam, mütəmadi araya çok yerib də. 10 il. 10 il tamam olmuşdu. yəni elə ikinci qrup. İkinci qrup Bəli. 10 il mütəmadi almısınız, Bəli. fasiləsiz. 2 il. 26 qəlpə bir güllə yerə Nə vaxt salmışam. kəsiblər? 21-də. 21-də 7-də qardaşım, elə bir yanımda ol. Ondan sonra nə etmisiniz? Ondan sonra bir neçə yerə müraciət eləmişəm. İndi hal-hazırda Hər yerə sənədlərimi yəqin ki, toplayıram. müraciət eləmisiniz, amma doğru yerə müraciət eləməmisiniz. Yox, hətta Sahil Babayevin qəşəng bir dostumuz, qardaşımız general ona zəng elədi, tapşırdı. Mən Sahil Babayevin qəbulun katibəsinin yanında oldum. Hə. Yanında oldum. Dedi ki, bu sənədlərin düzdür, get topla. Bir də topladım. Yenə deyir düzdür. nə sənətlər topladınız? Hı? Nə sənətlər topladınız? Həkimlərdən də, indi mən bir cür deyə bilmərəm. Həkimlərdən Bir hissəli. demək. Həkimlərdən Onu də. soruşurdum mən, həkimlərdən. Nitəkdən keçir. Həqiqətən bu adama düşür. Əslində yaşı çox deyil, bu elə Əslində bir də Siz deyən digər məsələlərlə bağlı bir şey deyə bilmirik, amma bunun qaydası budur ki, o 2021-də kütləvi hamını kəsdilər. Düzdür. Ondan sonra araşdırdılar, kimə düşür, kimə qeyri-qanuni deyilsə, əsassız deyilsə, onları bərpa elədilər. Kimin də müraciəti oldu, müraciətlərinə uyğun bərpa elədilər. Kimin ki müraciəti oldu, imtina elədilər. Ondan sonra məhkəməyə verildi, məhkəmə qərarı çıxartdı, bərpa elədilər. İndi sizdə də 2021-dən kəsiblər. 2 dəfə vermişəm. 2025 günləri. 4 il keçib üstündən. 2 dəfə verdim, Bunun imtina qaydası gəldi. budur ki, onu belə vermək lazım deyil də. İndi hər şey elektrondur. Elektron qaydada sizin diaqnoz nə idi? Çox sayılı olduğu silah yaraladı. Müharibə ilə əlaqədar yazılırlar, düzdür. Onunla bağlı müraciət edirsiniz yerli poliklinikaya. Haradakı qeydiyyatdasınız? Onu eləmişəm. Bir də üzr istəyirəm. Yerli poliklinikaya müraciət edirsiniz. Onlar elektron qaydada. Forma işte 8 doldururlar kompüterlə. Gedir Tibbi Sosial Reabilitasiya Agentliyinə. Onlar sənəd üzərindən baxırlar, sizin sənədlərə, müraciətə, diaqnozunuza baxırlar. Ona uyğun ya sizə əlilliyi təyin edib, bərpa edib pensiyanı verirlər, ya da ki imtina edirlər ki, bu adama düşmür və ya diaqnozu əhatə eləmir buna pensiya verilməsi üçün və ya düzgün müraciət olunmuyor. Hər hansı formada imtina verirlər. Həmin imtinadan sonra aidiyyatı üzrə yerli inzibati məhkəməyə müraciət edirsiniz. Məhkəmə qaydasında artıq təzədən ola bilər ki, sənədlərinizə baxılsın, ola bilər ki, yenidən əyani müayinəyə göndərilsin sizin. Ondan sonra yəni məhkəmə qaydasında inzibati məhkəmədə baxılır. Müraciət elədim, vermədilər, oturum, yəni onunla məsələ bitmir. Əgər indi siz dəqiqləşdirin, sizə imtina nə vaxt verilir, rəsmi cavab verirlər də, olar, verirlər sizə. Verirlər. Neçənci ildə? 23-də 1, 22-də 1. 22-dən sonra heç nə 23-dən sonra indi hal-hazırda indiki sənədlərimi artıq ora verəcəm, imtina gəlsəm bir növdə hazırlayıram məhkəməyə. Yəni onun yolu məhkəmədən. Bəli. Məhkəməyə də gedəcək, yəni təcrübədə də elə işlər olub, təmin olunan işlərdir, respektiv olan işlərdir. Düzdür, amma diaqnoza baxmaq lazım ki, nə diaqnoz, o dediyim siyahı var, kodlarla. Düzdür, O sizin kodla üst-üstə düşürsə, sizin pensiyanı kəsməyə haqq yoxdur da, yəni. Əgər həmin kod sizdə də varsa, o diaqnoz kodla uyğun gəlirsə, belə deyək də, yəni, məntiqi olaraq, oral dildə desək, ya sizin o həmin xəstəlik sağalmalıdır, olmamalıdır, ya da ki, həmin xəstəlik davam edirsə, o sizə həmin qrup əlilliyi, indi yəni faiz dərəcəsi ilə də sağlamlığın itirilməsi bu sağala bilməsə, neçə ildir sağalma. Mən də onu nəzərdə tuturam ki, ya bu sağalmalıdır, davam eləməlidir. Baxın, buna bax, qəlpə hələ durur. Yəni, ona uyğun Artıq olaraq Məhkəməyə müraciət. Ha? Məhkəmə müraciət eləmişsiniz. İndi eləyirəm. Ancaq bir dənə xahiş edim Azərbaycan sərhədi. Məhkəməyə girəndə katibənin yanına getməsin. Orada getdi, iş bizə. Orada Bir də düzəldir. mən deyim sizə ki, indi yəqin şey də var da, Orhan müəllim,
Əgər müraciət eləsə, hətta belə deyək də, məhkəmə bunun qərarın şikayətini qəbul etsə, almadığı illər alacaq. Prosta orada da yazmaqdan aslında yazmaq lazımdır ki, 2021-dən filan tarixdən kəsilib, o vaxtdan bəri olacaq. İndi onlar deyir 91 gün yatmalısan. Ehtiyac yoxdur. 91 gün yatsa sağalacaq o təsdiq olar. Sağalacaq. Ev yoxdur, 91 gün gözləyirəm, yatırım. Gözləməyin. Yox, 91 gün müalicə alsanız o sağalacaq. Yox, sağlamıyor. Deyir, onlar deyir sağalır da. Hədə yox, onlar müalicə uzadırlar. Qorxurdan sağalar. Bu sağalmaz sən. Hər bir halda məhkəmə sizə demir ki, 95 gün düzdür. İnzibati orqanı, dövlət orqanı deyir ki, bu qaydada. Siz də ondan razı deyilsiniz də, düzdür. Razı olsaydınız indiyə kimi nəsə bir hər yol tapılırdı. Razı deyilsiniz, müraciət edəcək məhkəməyə. Məhkəmə artıq o sənədlər əsasında baxacaq, qiymət verəcək. Ona uyğun inşallah ki, bərpa olunur. Görək. Bir dənə elan edeyim, biraz darıq dünya elə bir çıxar şifrəsi açmışıq, çıxar şifrəsi arxasında bizim söhbətlərimizi tamam etmək. Buyurun, müəllim, buyurun. Burada mən də 2021-də də mən 2-ci qrupərliydim. Pensiyamı kəsdilər, o vaxt fevral ayında kəsdilər, 9 il aldım, kəsdilər. 2013-dən də. Getdim, müraciət elədim, məni impact vurmuşdu, param yoxdur. Yazımda bax, belə qolum qaldı, bir işləmi var, bir şey, əlimdə yazdım. Nə qədər elədim, mən tutarmışam. Getdim yenə həkimə getdim, Banısa getdim, oraya göndərdilər, buraya gəldilər. Bakıya gəldim, Bakıda o 6-cı mikrorayonunda onlar yazdı ki, yox, tüş. Sonra da heç əli getdim. Sonra gəldim, indi 66 yaşının içində deyir işdən çıxmalısın, gəldim buraya işə gedir. 4 manatı pul aldım. İşdən çıxsa pensiya verir, daha yaşlı bir pensiya. Niyə? Mən belə başa düşürəm. 9 il xəstəm. Vermirəm. 9 il də xəst olmuşum. İşləməmsiniz siz sağda? İşləmişəm, 6 il işləyəmədən burada. Yox, əvvəldən. Əvvələ işləyirdim, o vaxt deyirdim, Rusiyanın ki işləmir. İndi gəlib deyir, kərə yolunda saxlaydım onlar. Deyirəm, o vaxt dedim ki işləmir. Bu qolum işləməyəndə, deyirəm, indi mənə pensiya kəssinlər, indi 13 illə icad verir. Vermədilər, onu da Müavinət də vermirlər, 220 manat müavinət verirlər. Deyir, ged işdən çıx sana 220 manat verir. Bu qanunda harada mən belə şey görməmişəm. Vallahi, bunu bilmirəm, bunun yolu nədir. Onu rəsm verirlər sizə. Hara gedəm deyir, ged işdən çıx verir. Müraciət edeyim. Rəsmi imtina versinlər. O imtinaya baxaq, buna uyğun görək ki, bu hüquq üstəlisində Belə də getmişəm, dostluq xidmətdə deyir, 3 il yarımı çatdı. Pensiya yox və müavinət fərqi yoxdur. Yox, 65 yaşı olub tamamda, buna yaşına bağlı verməlidir pensiya. Mən işdən pensiya verməsin, 3 ilini demirəm. Belədir da, pensiya ilə müavinəti bəzən hamı pensiya deyir. Yəni, əgər sizin stajınız yoxdursa, amma yaş sensiniz, yəni 65-ə çatmışsınızsa, siz yaşa görə müavinət Yaşa görə müavinət verməlidir, olardır. Bu da deyir, get işdən çıx, 400 manat alma deyir, sana 220 manat verir. Sən rəsmi işləyirsən? Rəsmi işləyirsən. Əmək müqavilən var, rəsmi işləyirsən. Burada işləyirəm, devlətdə burada. Dövlətdə işləyirsən. Düzdür. Bir qardaş o qədər. Mümkündür dəstək. Gedər ki, işləmə. Bu stadion 14 il deyir, o işləmir, müsahil. Mesela bir sahilsən. Onlar məndə bir dəst sağ verir. Bir dəqiqə qol. Sizin əmək pensiya niyə vermirlər ümumiyyətlə? Stajınız çatmır deyə, yoxsa? Allah staj yoxdur, yaşı çatır. Yaşı çatır, stajın 3 il yarımı çatmır görüyor. Nə qədəri? 3 il yarım. 3 il yarım onu deyirəm də, siz köhnədən işləməmisiniz. Arşivdə yoxdur o sənəddə. O sənət mən Rusiyada işləmişdim, o vaxt deyirlər bura işləmir lazımdır. İndi 2016-dan Siz atmışsınız gedib. 2006-dan 18-ə kimi bir zay gərək stajım olur. Deyirəm o vaxt mən xəstə olmuşam. 21-ə kimi xəstə olmuşam, mən nə ilə işləyib saat vereyim sənəti. 2020-dən Kasanla də... bağlı pensiya alırsınız da. Ha? Kasanla bağlı pensiya almıyorsunuz.
Xəstəyə bağlı deyirəm. 220 manat, 180, 200 nə onu alırdım. 21-də kəsdi tullar. Hərdən o Rusiya nasıl Ha, o vaxt dedilər işləmirlər qardaş. Mən nə deyim, olanını deyim. Hara getdi bu? Darıxdılar. Yetərindən çoxdura bunu sözün verirsən. Mən nə olacaq bilmək istəyirəm ki, bu 220 manat düşürsə niyə vermirlər? Yasa düşmürsə mən biləm ki, 5 ildə işləyəcəm, 6 ildə ölənə düşəcəyim, hiç almayacağım. Yaşı numaralı verməlidir. Elə adamlar deyir, mən 300 işləmişəm, İşləsə yaxşı çıxdı, amma pullardan verməyəcək, rayonda, Hansıdır? Tovuzda. Birinci verən ki, bir de avtomobildə gedir 320 manat. Bilmiyorum ben. yazmayın da yazın. Mənim qardaşım dedi, sən deyən pul alırdı, 200 neçə manat. Hə, İşe gələn gün kəsdilər, gör pensiya gəlmədi. Gəldik. hə. Bu müavinə pensiya deyil. Gəldik də bunu elədik. O zaman sıraz getdi, işdən çıxdı, sıraz başlanıb elədi. O müavinə işləmədiyinə görə verirlər. O işlərsə o müavinə verilmir yəni. Altı işdən sildi. Sən qeyri-qanuni işlər, belədən görə ki olmaz. Yaşınlaşdırmada işlər, o da ora. Bu nə deyir, bu nəyə görə? Elə o mən biz deyən, o da bunu deyir. Milli müharibə ilə bağlı deyil də onlar. Yoxsa Yox, Müharibə ilə bağlı. müharibə ilə düzəltdirək ki, müharibə ilə. O da əslində müharibə ilə oldu. Ha, bu çörəklərdir də. İranlar görə hökumətdə vermir də, cidimi o qədər mən başda əlindən Şıxov batalyonunda olub baxdı necə batalyonda. Hə? Şıxov batalyonunda olub necə. Biz də olmuşuq da, indi biz müharibədə olan hamısı əmin olmuş ki, qardaş əlimdəyik, bu da əlimdəyik, mən də əlimdəyik. İndi bu yaralanı bilir, bu başqa şey. Biz buna bir güllə yanından ötərmi, cəhənnəm dəyməsə də. Biz onu yanından ötə sonra həll olursa. Danış. Əstağfurullah. Arkada bir şey olur da. O gündən getdi birinci qrupa. 2 il getdi bir al. 2 il getdi birinci. Təkcə sırf belə deyim, 50-likdən, veteranlıqdan bağlı yox, ailə, mülki, cinayət, nəsə də tutaq ki, özünüzdə yox. Sizdə müəllim qanunun tələbi olur. İşləyirsənsə 220 manatı verin. Müavinət ona görə verir. İşdən çıxdın, verir, təzədən işə girdin, kəsir. Siz nəsə deyirdiniz? Bu da qardaşın qardaşı verir. Nəsə deyirdiniz? Şəkildən kimi kəsir. Qodalığa görə, yaşa görə müavinətdir. Ona görə də şeydir. 220 manat. 0.55. 220 manat yəni onun. Gəldim, hədi gəldim. Daya gərək əmək pensiyası almayasan. Tadımları başım. İşdən çıxır. İş yerin oldu. Təzə. İşdən çıxır. 220 manatı verir. Nə vaxt girdiyin işə, o əmək sosial sistemdə görürlər axı onlar. Əmək müqaviləsi oturdu. Ondan sonra işdən çıxaracaq. Sən deyir, səmrək bazarından da işləyəm. İşdən çıxaracaqlar deyirəm, bir şeyi kəsəcəklər. Pensiya kəsir. Müavinət. Pensiya yoxda müavinət. İndi yəni 3 il yarım deyil, satmıyorsa. 3 il yarımdan 3 ildən sonra məsələn gelip müraciət eləsəm, indi əmək pensiyası verəcəklər. Siz onsuz da 65-dən sonra hesablanır. Nə qədər işləmişsiniz çıxanda təzədən gedib müraciət edəcəksiniz, nəzərə alacaqlar. 65-dən sonra nə işləyəcək? O bir işləyirəm də. Nə staj olacaq? Məsələn, 3-4 il. 3 il yarım çatır da. 3 il yarım satmıyor deyir, onu deyir. Hizmete gittim, oraya yoklar. Ama sen soruyorsun da bak. Sen Yox. buyurun da var değil. Bu son veteranlara ev müracaatı tutulur. Veteran siyasətdə o. O məhkəmədir. Yox, məhkəməyə qoy, nə məhkəmə? Onlar araşdırsın, atka cavab versin. Atka cavab gələyim ondan. Yox, milli gəlir. Yoxsa Aynen. alandan sonra
Mesela ben çok dinliyorum. Veteran statusu. Evet abi bir tane ben üzr istəyirəm. Şərtli üçün müraciət edəndə, mən 95-ci ildə biz posta olanda Elmir qəzasında 2 nəfər rəhmətə getdi. O birinin adası 3-4 ildən qabaq biri şərtli statusunu aldı. Həmin eyni avariyada da mən də o şeydə olmuşdum. Qəziyə olmadı, dağdan 2 nəfər oldu. O biri 2-3 il bundan qabaq ya 4 il bundan qabaq şərtli statusu verdilər ona. Birinə vermədilər da, yəni mən orijinal kesdim, arada keçən Zapata var. İndi onunla məktubun yazdım, verdim hərbi prokatörlə. Eyni yerdə ha. Birinə veriblərsə, birinə verməyiblərsə, elə onun şeyini götürürlər. Onu götürmək üçün vermirlər abi. Biz yazdım hərbi prokatör olsa Kim müraciət edib? Şəhid ailəsi müraciət eləmir. Anası statusu anası alıb da. ağlayıb bax. O birisi alır, o birisi Çünki alıbı alandan söhbət edir. Alan alıb ki, o şəhidliyi Onu deyirəm də, onun familiyasını, onunla bağlı məlumatı əldə edirsiniz. Biz onu əlinə eləmək üçün hərbi prokurora yazdıq ki, Bu adam Naxçıvanda qeyd edib. Naxçıvanda olur. Sizdə olanda rəfəqə necə olar? Hərbi müharibə vaxtı bir bax. Müharibə bax. Müharibə bax. 95-ci ildə. Posta oldu. Başa düşmür. Hərbi xidmətdə olub, amma müharibədə olmadı. Pozisiya. 95-ci ildə. 94-cü il mayından sonra vəfat edildi. Kim deyir? Roşət. Həmid bəy. Yox, posta olanlara şəhid statusu verirdilər. Bu postan qıraqda olmuyor ki. Bir başa posta. Hərbi xidmətdir, posta da olsan. Kazanlar yatdığın yerdə olsa hərbi xidmətdir. Yox, Həmid bəy, bir dənə söz. Ona verir. 20-ci ildə müharibə başlamaktan var. Biri posta öldü. Güllələdilər. Erməni gəldi. Güllə atdı, adam öldü. Ona şəhid edildi. Hər iş olur. Hər iş olur. Bana danışsan, posta gedir xidməti yolunda gedərlər. Xidmətli olanda, Mayın'da xidmətdə posta olanda qəza törətdi, məsələn, açdı, adam öldü. Ona şəhid edildi. Hürmətçədir. Bu dediyiniz məsələ Zeynəm qaldı. Posta olur. Posta Yer avariya qəzalı. maşın qəzası. BMW qazası da o ağır texnika yoxdur, BMW 2. Hardan sarısı gedirlər. Ha, posta gedərəm. Post dəyişəndə. Hərbi xidməti vəzifəsini yerinə yetirir. Mən demək istəyirəm ki, o şəhidlik statusu verilən o bir nəfər var, onunla bağlı məlumatları əldə edib, sonra da həmin şəxsə hansı səbəbdən verilir, bu hadisə ilə bağlı. Sizin də əlinizdə varsa ki, sənəd bu hadisə ilə bağlı 2 nəfərdir, biri budur, onun mübahisələndirib əldə eləmək olar. Mən başa düşdüm da, onu mənə verəmirlər, mən onları başa salmışam, mən onları... Ama adam niye vermişsən? Həmin adamdan al da, şəhidlik statusu kim alıb, o adam sənədə alırsan onu. Onu sənə vəsiqəsi. Onun müraciətləri var, onun müraciətləri var. Onun müraciətlərinə ola bilsin ki, cavab olur. Biz onun prokuraturaya yazmışıq da, onu araşdırsın, bizə versin. Bu adamda bəlkə var hansısa sənəddə? Həmin O adama gelib çatanmıyor. adam atamiyasından təqsir edər. Hardan Mən bilirsin? her şey yoldaşım, nədə atamiyasını bilmirəm. Bəlkə yoldaşım. Onu tapdan deyir. Ölüb şəhid. O öləndən sonra şəhid. Bəli. Yox, öləndən sonra olur. Şəhid olub sonra olur. Öləndən sonra şəhid verir. Bu işin nə verir, deyir, 5 il olar, 4 il olar. Ölümündən sonra. Ha, elə deyir. O adam ölümündən sonra. Hər halda indi ailəsi ilə veriblər, bəs hardan bilirsiniz? Statusuna veriblər. Məlumatınız var da, hardansa ki, Hada bilirik, kəndçilərlə Şimdi öyrənmişik. ailəsi ilə bir əlaqə saxlayırlar ki, indi rəsmi vəkil sorğusu ilə müraciət eləmək olar. Yəni biz düz istiqamətdə deyilik, orada çünki Hərbi prokuratura düz istiqamət deyil. Mən vermişdim. bizi oradan yönləndirlər ki, Hansıydı? Müdafiə Nazirliyinin tabirçiliyində olanda, yoxsa Müdafiə Nazirliyindən müraciət edildi. milli ordudan,
Bizi oradan o ki sənədləri çıxardan var. O çıxardıb belə verəmir. Deyir, siz prokurorluğa elə, prokuror qarışdırır işə. Hərbi prokuror o sənədi bizdən sonra verib alacaq. Biz nə qərar vermişik, onu istəyəcək, biz də göndərəcək. Sorusu ilə də ala bilərsiniz. Bunlar biz prokurora eləmişik. O 95. O düzgün değil ve bize oradan yönlendirdiler ki prokurorla ile oradan kararı götürsün prokuror. Siz cinayət şahsınız. Yok. Siz Müdafiə Nazirliyinə, Əmək və Ailənin Sosial Müdafiə Nazirliyinə onlara müraciət eləməlisiniz ki, bax, belə olur. Vəkil sorusu müraciət filan vaxtı, filan kəslə bağlı sənədləri əldə edilmiyorlar. Ya da ki, müraciət edirsiniz məhkəməyə, məhkəmə qaydasında xahiş edirsiniz, məhkəmə özü sorğu verir. Bəs bəyə onu deyirəm ki, inzibati məhkəmənin yardım etmək vəzifəsi var. Oturun müraciət prokurorluğa oturun, gözləyin ki, nə vaxt cavab gələr. Onlar da bir imtina versinlər. Onların da imtinası əsaslı olacaq ki, bizim sizə veriləcək bir sənədimiz yoxdur. Siz aidiyyəti üzrə müraciət edilməlisiniz. Məhkəməyə deyilsin ya. Birinci müraciət edin inzibati orqanına ki, buna ailəsinə şəhidlik statusu, şəhid ailəsi statusu verilsin. İmtina edəcəklər ki, bu səbəb yazacaqlar da yəqin ki. Hansı orqanıydı, hansı orqan edəməliyik? Şəhidlik statusunu hansı, harada xidmət edibsə, onlar verirlər. Müdafiə Nazirliyi. Müdafiə Nazirliyi müraciət edir. Burada, Bakıda. Yəni Bakıda orada xidmət edir. Naxçıvanda edir. Orada müraciət edir. Elə burada yazın, Rəfal Məhmud burada yazın. Zaqatalada, Doğandan Zaqatalada. Onlar getməli, ona məktub yazsınlar aslında. O hansı bankomatdır? Zaqatalada, Naxçıvan. Hadisə Naxçıvanda olur. Hadisə Naxçıvanda olur, bunlar Zaqatalada. Yox, oldu, bura Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. Buraya getir. Ha, getir oğlum. Ben de diyeyim. Başka kimin sualı var arkadaşlar? Çok sağ olun. Buyur, buyur. Atam bir şey 92-93'te şu veterandı. Ordu gazetinde adı çıktı. Ama veteran pulu verildi. Hərbi biletində nəsə var, qeydlər müharibə ilə bağlı. Qəzet kifayət eləmirlər. O da şeydir ya, amma əsas hərbi biletli olmalıdır və ya müharibədə iştirak edilmiş yoldaşları şahid kimi aparırlar, onları da nəzərə alırlar. Məhkəməyə verilir, məhkəmə imtina edir, nə yazılır? Şahidlər də var, Döyüş yoldaşı var. Onları aparır məhkəməyə. məhkəmə o işdən Məhkəmə də atladı. 90% aldığını təmin yapmış, yəni şahidlər gəlir, üçüncü şahid gəlir. Veteran olanda, veteran iştirak edir. O yəni demək istəyir. Məhkəmə qərarı var da, baxıb görən məhkəmə müstəvisinə bağlıqsa, Mən də ondan özəl. Düz müraciət edilmiş. Çin'e yakınlıkta biri 8 aydan sonra. Ahmet oğlum. Hemen ölmez. Bunun özü Müraciət qərarı çox məhkəmə yəni qüvvəyə minib artıq, məhkəmə də baxdı qüvvəyə minibsə, o debatlardan çıxar. Bir də eyni şeylə bağlı müraciət Gəlsə bir dəfəli otursunlar, çay içsin,
Şekil çekmişsiniz, örneğin. Sözü olmaz. Belediye başına yerleşmiş. Təmizdir. Bu çəkir qardaş. Yox, biz 2 dəqiqə əyləş, 2 dəqiqə. Çalışıram ki, Azərbaycan kosmonavtikası muzeyini açsınlar. Niye göre? Çünkü SSRİ'de 3 respublika kosmonavtikanın bir növbəsini qoyur. Rusiya, Qazaxstan ve Azərbaycan. Burada nadir bir, heç nə SSRİ'de elə bildiyi yok idi. Ne de sosyalist ülkelerinde. Elmi tədqiqat kosmonavtika. Zavodlarıyla, ilüstriylə aralara yazdım, aralara demiş. Ayrıca bu zat yoktu, milli deputatlar. Oraya yazdım, bir nefer. Kerim. Aslında yol olsan diyorsun. Artık. Hasan